Ümumiyyətlə, gözün görməsi ilə bağlı, gözün belə işıqlanması ilə bağlı biz təbii sularla neyniyək? Gözün ən yaxşı Məsələn, dərman. nə yeyək? Burada bax məsələn. Gözün ən yaxşı dərmanlarından birini dedim, orada köy var idi. Dedim köy şirəsinə bir çay qaşığı zeytun yağı əlavə edin, zeytun yağı və qəbul edin. Sən də özünə doktorluğunu elədin quyruq yağı. Quyruq yağı, duru yağ. Hə, duru yağ. Duru yağ günə baxanda o effekti vermir. Sonra bağışla yine Samir bəy. Hamısı ondandır. Ben ağzımı açmayacağım. Hə, yox. Özüm toxundum ki, bir keyfin açılsın. Sonra balıq yağı. Çox gözəldir göz üçün. Balıq yağı laf qədimdən. Balığın əti də, balığın yağı da fosfor çoxdur. Görməni yaxşılaşdırır. Bundan başqa, təbii ki, mütləq mənada zəli ilə müalicə çox gözəl effekt verir. Göz daxili təzyiqi normallaşdırır, gözün görməsini aydınlaşdırır. O qədər insanlarımız var ki... Ağsaqqalımız və onun kimi belə sualları olan insanlarımız Seyfəddin doktorun klinikasına buyursun. Seyfəddin doktor sizi əlindən gələn köməkliyi eləyəcək. Tək ki, siz gəlin, şikayətinizi bildirin və biz də çalışacağıq ki, sizin şikayətinizə köməklik eləyək.